Şah İsmailin 13 yaşı var idi. Şah İsmail əvvəlcə Ərdəbildən Qarabağa, Göyçəyə və Erzincana hərəkət etdi. Müridlərindən və sufilərindən böyük bir dəstə onun ordusuna qoşuldu ki, onların arasında Xan Məhəmməd Ustazlu da var idi. Məşvərət və məsləhətdən sonra Şirvanşahlardan atasının qanunu almaq, cihad və intiqam məqsədi ilə 8000 qoşunla Şirvana tərəf üst tutdu. 13 yaşlı İsmail Ərdəbildə hakimiyyəti ələ aldıqdan sonra zəfər tarixi başladı. Azərbaycan kiçik və böyük xanlıqlardan xilas oldu. Böyük Azərbaycan, Səfəvi dövləti yarandı. Şah İsmail ruhaniyyətin qələbəsi idi. İslam Peyğəmbərimizin vəfatından sonra hakimiyyət və ruhaniyyət qarşı durmasında hakimiyyətin qələbəsi ilə bitmişdi. Hakimiyyət hər şeydən öndədir şüarı ilə tarixin önünə çıxanlar Həzrət Əlinin ruhaniyyət, insanların, insanlığın iç inkişafının əleyhinə idilər. Şah Xətai, Səfəvi nəsli isə hakimiyyət və ruhaniyyətin vəhdətini qurdular. Bu vəhdətdən yaranan dövlət kamil insanın dövləti idi. Təmənnasızlıq, var-dövlət hərisliyindən, insani həzlərdən, ehtiraslardan, istirablardan xilas olmuş kamil dövlət, kamil insan. Şeyx Cüneydin məzarın burada, bax, bu binanı kim tikdirdi? Şeyh İsmail özü. Özü tikdirir? Buradan kürek vurup bir yaprağı bir hayata gitseydi, bu Şeyh Cüneydin yaprağı getirip buraya. O kadar böyle hürmeti var. Düştü ülkeden Sovyetlerin özlerine. Yani şimdi bu sözleri götürmese de lazım susturacak. Üstündeki şeyleri getirdi. O birileri dertti. Burada bir 7 komünist var idi. Bu sözleri götürmeye buraya. Ha, götürmür, yok. Ha? Yok, yok. Lazım bunlar şeylerine gelir. Bir 7 komünistti. Bir 10'di. Kamsamul benaş. İzlesinler diye. Mesela ne ki buradaki halişeler satıp cemaat için bir hamam getirecek. Bunların sabahında kim danışabilir? Buradaki kimi Münişe Parti yoktur ki. Ancak Komünist Parti. Parti bir partidir orada. Sen ne dedin? O da mesela oradan Yahudiler yığıldı. Karar çıkardı ki bu partiyi satırsın. Peren tarmar iledi. Ve halisa. Azerbaycan'da bu meşhur bir abidedir bu. Rayonumuzun zaten abidedir. Ne için buna benziyorsun nazar yetirmiyor? Biz kimi, hardan gəlmişik, hara gedirik? Dünən Şah İsmail Xətai var idi. Bugün o keçmişin varisləri biz, Azərbaycanlılarıq. Biz isə daha yaxşı görmək üçün deyil, daha yaxşı parlamaq üçün işığa doğru gedirik. Bizimlə çoxlu mübahisələr olurdu və hər zaman söyləyirdilər ki, Şeyx Cüneydin məzarını Azərbaycanda siz tapa bilməzsiniz. Amma əslində Azərbaycanda Şeyx Cüneydin məzarı, bax, gördüyünüz bu məkandadır. Üstündə dövlət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ölkə əhəmiyyətli mədəniyyət abidəsi, Şeyx Cüneydin türbəsi 1544-cü il. Abidə dövlət tərəfindən qorunur. Necə qorunur? Beləcə? Qızılbaşlar bu türbəni inşa etdiyi zaman içlərinin ağrılarını, qızılbaş ruhlarını bəs bax, bu divarlara yazırdılar. Azərbaycan tarixinin ən ağrılı səhifələri divarlara yazılıb. Əslində biz tariximizi bu divarlardan oxumalıyıq, amma təəssüflər olsun ki, bax, yəni biz bu tarixi oxuya bilmirik. Və yəqin ki, çox qısa bir zamandan sonra bu silinib getmiş xətlər kimi bunlar da silinib gedəcək. O zaman yenə biz hardan gəlmişik, hara gedirik, kimi sualına yenə cavablar tapa bilməyəcəyik. Tariximizi
batırmaq üçün, itirmək üçün nə qədər üstünə laylar çəkiblər. Amma yenə o laylar itib batandan sonra altından məhz bu yazılar çıxır. Və bu yazılarda nə var? Onları bilmirik. Əslində bu iş Azərbaycanımızın, tarixçilərimizin işidir. Nə zamansa Qızılbaş əskərləri bu içəri yolla, bilmirik, bu türbənin içərisindən qoyulmuş pilləkənlərlə türbənin üstünə qalxırdılar. Biz də bilmirik üstə nə var. Amma qəribəsi odur ki, bu ağaclar və bu daşlar necə vardısa eləcə də yaşayır. Bu da müsəlman arxitekturasının unikal sərvətlərindən biri. Göy qübbəsinin dairələrə diqqət eləyin və həmin dairələr sonucda mərkəzdə birləşir. Gördüyümüz kimi günbəz məhv edilib. Günbəz məhv edildən sonra bu abidənin bax yenidən sementlə və həmin daşlara tamamilə öz mahiyyətini itirmiş bir forma verməyə çalışıblar. Amma əslində alt hissədə olan o çıxıntıların üz hissəsində belə bir, bilmirik, yəni memarlıq sahəsində bunu nə adlanır, necə adlanır, amma əslində 16-cı əsrdə bu şəkildə belə bir tarixi abidə qurmaq. Sovetlər günbəzi örtməkdən ötürü onun kənarlarını bağlayıblar. Şeyx Cüneydin məzarı, gördüyünüz o türbənin içərisində məzar burada yerləşir. İçəri daxil olarkən çox dəhşətli bir mənzərənin sahibi oldu. Görün necə dağıdıblar, vəhşicəsinə dağıdıblar. Yəni heç insan əməlinə oxşamır. Yəni hansı şəkildə və necə bu divarları, üst günbəzi, nə vardısa hər şeyi vəhşicəsinə məhv eləyiblər. Budur bizim tarix, budur bizim kitablar, artıq, bax. Bugün Azərbaycanda Çalçağır Azərbaycanı var. Azərbaycan mədəniyyətini yalnız və yalnız Çalçağırdan ibarət ediblər. Amma əslində böyük bir Azərbaycanın tarixi bu daşlarda yatır və bu daşları da bu şəkildə məhv edirik. Qəribəsi odur ki, baxın, yəni üstdən hansısa bir yazılar artıq oradan çıxarılıb, yoxa çıxıb. Orada yəqin ki, böyük həqiqətlər yatmış bir daşlar artıq məhv edilib. Digər o biri daş, o daş da yerində yoxdur. Orada hansı həqiqət vardır, onu da bilmirik. Amma bildiyimiz yeganə budur. Şeyx Səfini məhv eləyə bilməyəcəklər. Nə qədər tarix keçsə də, bunun hər bir daşı, hər bir ovuntusu belə Azərbaycan tarixini yaşadır.
Və həmin ağac kimi, o ağac daşların üstündən boy atır. Nə qədər kötüklər, budaqlar kəssə də, budaqlar daşların üstündən də özünə yol tapıb çıxmağa qeyrəti çatır. Şah İsmail Xətai babasının məzarı üstündə bir türbə tikdirdi. Və artıq 600 ildən çox, 6 əsr bir müddətdə bu bina hələ də öz əzəmətini qoruyub, hələ öz müqəddəsliyini qoruyub saxlayır. Və çox qəribədir, bu məzarın ətrafında diqqət eləyin. Türbəni Xan Çinarlar əhatə eləyib. Xan Çinarlar müqəddəs ruhları qoruyan çinarlardır. Onun üçün onun adına Xan Çinar deyiblər. Məhz Türkün ən gözəl və tarixlər boyu yaratdığı bu işarə sistemini anladıqca heyrətdən başqa yalnız o heyrət qarşısında donub qalırsan. Bu Xan Çinarlara dairəvi olaraq əkilib, bu müqəddəs türbəni məhz bu çinarlar qoruyur. Şah Səfi nəsli, Atropan, Azərbaycan, müqəddəs od ocağından yer kürəsinə insan övladının iç və dış inkişafının pillələrini, müqəddəs Quran kəlmələrini gerçəkləşdirdi. Bəşərin xilası insanın içindən böyüməsindədir. Müridlər, sufilər, şəriyyət, mərifət, həqiqət üçlüyündə. Hələ bu gün də insanlığın çata bilmədiyi bir pillədə tarixi həqiqətlər içində itən həqiqətin mahiyyətini açdılar. İlk Azərbaycan dövləti. Bəlkə də elə bunun üçün tarix səhifələrindən Səfəvi nəslini silmək istəyirlər ki, bəşər tarixində ilk dəfə olaraq Azərbaycanlılar kamil dövlət, kamil insan cəmiyyətini qurublar. Azərbaycanlıların tanrı həqiqətini, yaşam həqiqətini daha kamil mənimsədiklərinə görə bir daha o düzərtinin oyanmasından qorxurlar. Sonuncu Azərbaycanlı yaşayana qədər Azərbaycanlı həqiqəti ölməzdi. 102 yaşlı Əbdülkərim baba sonuncu mürid deyil. Hani yıldızlı semama deniz, hani yerlerde yeşillikle çiçek, ey fedenlerde güzel hoş kelebek, şimdi siz neredesiniz? Şimdi buzlandı bulutlar sema, şimdi derya kayalıklar çıkıyor, şimdi ürtüldü çemenler zira gök pambuklar dökülüyor. Kelebekler gibi karlar düşüyor, sanki bir nur iniyor her fedana. Lakin eğlence olurken bu sana yavru kuşlar üşüyor.